Salam hörmətli izləyicilər, axşamınız xeyirli olsun. Yanvar ayının 25'ində videolara doyum yoxdur. İnəkləri buraxdıq. Gedib dərədə su içib gəldilər. Safir bugün öndə gedir. Şəngülüm də onun arxasında. Səksəninci illərdə uşaqların ən gözəl əyləncəsi qar yağanda qar üstündə sürüşmək idi. Bu yamaçda bizim buz pistimiz idi. Sanka düzəldənlər düzəldirdi. Kim ki düzəldənmirdi, salafan götürüb qoyurduq qarın buzun üstünə, oturduq üstündə. İldırım kimi şığıyırdı aşağı. Normal adam bir dəfə, 3 dəfə, 5 dəfə bu yolu gedib gəlsə yorular. Bəlkə sanatlarla 100 dəfə, 150 dəfə eyni yolu sürüşürdük dəriyə. Salafanımızı, sankamızı götürüb gəlib başdan gedirdik. Əllərimiz qıpqırmızı olurdu. Əllərimiz, burnumuz, üz gözümüz, şalvarımız da su içində olardı. Nə bir dəfə xəstələnərdik, nə yatardıq. İndi havaya bulut gələn kimi azar-bezar girir canımıza. Görək kimdir at üstündə gələn. Turgut! Şövqü, xoş gördük səni. Turgut kanalımızda. Səni görmək də bizə xoş oldu. Çox sağ ol. Bu atı nə oynadırsan? Çox sağ ol, yaxşıdır. Təsərrüfatla necə yola gəlirsən? Artıq atları minib çapıb yarışmaya öyrətmək lazımdır da, vaxt çatır. Allah tezdir, birazdan Allah qoysa hazırlaşdıracağım. Bu Şövqün hansı atıdır? Alandır. Çoxdandır görmürəm. Atlar da yadımdan çıxıb. Şövqü yadımdan çıxıb. Nəinki qala at. Sağ ol Şövqü. Necəsən? Eşitdim ki, azarlamısan, bezarlamısan. Kenarına gel, harma gel. Nə olub sənə? Ana oğlum hastalanmış. Mən kətdən çıxan kimi xəstələndin. Gitmesen başka yere gitmeyeceksin. Mən kətdən çıxdım. Bütün azar-bezar gəlir. Daba dövene kadar yorak çabalıyor. Durma göster. Sürüşür Şövqü. Kolları durmuş. Ayağı çərtir. Nallamaq da olmaz. Bunlar buzmuş. Buz mıxı hardadır? Kimdir buz mıxın döyən? Məmmədxan kişi hardadır? Yağış yağdı, buz bağladı, üstündən də qar yağıb şəfək qardı, ona görədir. Başın dəyər şifrə, ehtiyatlı ol. Sen minana xeyli olur, bak bir para bak. Aa, heç qoyur siz asasın başına. Hədə bir Hə. Şövqü dördündədir bu at. Yok, altısında olur. Dişlərinə baxıb ona görə deyirəm. Aşağı dişlərinə bax. Evet. Dişlərin ucu qırılıbdır. At dördündə dişin dəyişərdə, baxalım ora. Dördündən çoxdur. Ha dördüne çok. Dəhinə qırmaz onu. O dişinin biri kamdır. Yecağına attı ki yahar özünden. Gəl görür dişə nə olubdur, ona Arpa deyirəm. dişinin şeydə masafa orada. Boşluq olur orada. Aha, ara. Zaten 55 yaşım var da ha. Yox ya. Hazır yahar at görmesen belli. Necə? Hazır yahardı da ya bu hiç bıraktı yok. Dava verir də. Hava böyle. Heç buna fikir verməmişdim indiyə qədər. Bunun üstündə menizi rahat rahat oturaram. Bir sən deyə Buna nə olub belə? Benim Benim bəlkə ayı basıbsındır. Yox. Qulan vaxtı bax mindirə şişada qucaqlanan. Tərşə düşüb də, Yok yəni bu beli bat. Anadan olanda bir bela. Anadan olanda bir bela. Ana metninde mindiler elədilər. Hava çıxqatdı, yaxın dalaqa var. Abi yaxşı dalga var yok. Getmirsən dalaqa var. Bilmirəm, mən atlara fikir verməmişəm. Yoxsa belə at heç olmur. Olmuyor bela. Ben görmedim. Sıra bezon diyor orada. Tavlan çıxartdı orada. Yardım ben sıra bir sakıt. Atdı
olmadım sabladı. Tabi azık yetişiyor. Ha. Sönür öne söndü. Bezdirdi. Şövqü otla ələfinə nə edirsən? Görəcək bu il otu. Halaçı var ye. Harda kurtarır. Bizim ümidimiz sənsin. Sənədir ümidimiz. Yok sen Allah'a şükresin çok. Çox da cəmi 100 dənə ancaq qalır. Bizden de bir şey kalmır. İndi hesabla hele ver daha. Hesablayım istəmirəm axı. Böyle at qabağını. Çəkərək atım otu. İstəyirəm yazı yaxşı çıxsınlar. 2 inəkdə onu da arıq saxlayacağam. Kaşe sağlamsın da al al. Yo yüzünü öyle. Biraz yarımyası görür de. Çox vermişik. Oktyabrda biz başladıq ota. Çölə barədə ötürmədik. Yoxsa yayda arıq edinirlərimiz. Yaxşı çal. Qırqıtlanaraq ne edirsən? Oynar mısın? Yok, hafiz abi. Şövqü ilə atı rahatlamaqda olsunlar. Gedək görək Ayhan nə edir. Şövqü bu il söz verib ki, çayın suyunu kəsməyəcək. Ötürəcək hovuza. Yandıq qındıq verir. Kimin suyu yoxdur, bax. Yayda mənim suyum gəlmir də, qışda gəlir. Ayhan geyinib, kezinib, geyib polad paltarını silahlandı qəhrəman. Salam Ayhan. Xoş gördük səni kanalımızda. Arabanı aparaq babamızın yerinə. Peyni boşaldaq, orada söhbət eləyək. Müsaitsən bu günə söhbətə? Hər gün müsaitəm. Getdik. Düş qabağa. Yolu sən aç. Şövqü deyirsən də ot çoxdur. Nə qədər otumuz qalıb ki? 150 pres almışdıq. 50-60'ı da keçən əldən qalırdı. Oktyabrdan da yedirtməyə başladıq. Düzdür, inəklərimiz biraz kökəlib, əməllənib. Bir şey xeyir olanda cibə, büdcəyə də ziyanı dəyir. Yaxında kətdə ot olsa yenə 50-60 dənə almaq olar. Yayda otun bol olan vaxtı biz otu aşağı kətlərdən əsasən Sabir kənd başlıca kətlərlə azadan təmin edirik. Onlar da yəqin ki yayda nə qədər ot var satıblar. Özlərinə görə ot saxlayıblar. Həmişə deyirdim ki, otu az yedirdə kəpəyə güc verək. Çünki kəpəyə həmişə gətirtmək olar. Rayona gedincə, getdikcə 3-5 kisə kəpək alıb gətirmək olar. İşləndi, Ayhan qapıya bir zərbə vurdu, qapı açılmadı. Sən araba ilə getdiyim bu yolu mən belimdə səbət gedirdim. İlk olaraq başlayırdım bağın o başından. Çünki qar da əvvəl az yağırdı, başa getmək rahat idi. Elə ki qaz çıxdı, dirə, dizə, dilimlə top vurur. Biraz da yuxarı gəlib elə buralarda peyni boşaldıb çıxıb gedirdim. Yazda da məcbur qalıb onların hamısını daşıyırdım o tərəfə. Dəngədə saxlamaq istəyirsən, statik tarazlıq yaradırsan. İstəsən dura bilər elə, tarazlıqda. Momentumu tuta bilsən, momentlər qaydası. Yaxşı, boşalt gəl Ayhan. Gəl sənlə biraz söhbət eləyək görək. 20 gündən artıqdır ki, gəlmirsən kəndə, bəlkə də 25 gün. 25 dənə video çəkilə bilməmisən. Bir günah səndədir, biri də məndə. Bir-birimizin üzünü görə bilmirik. Günüz mən gedirəm, axşam gəlirəm, axşam da sən üzü çevirirsən monitora tərəf. Yenə bir-birimizi görə bilmirik. Yaxşı ki, axşam tərəfi bu tövlə yemləmək var.
Geç kamera karşısına. Son zamanlarda ne araştırmışsan, onlar hakkında bilgileri bizimle paylaş. Götürk əlifbasını bildik ki, öyrəndin, oxuya da bilirsən. Oxuyursan, hansı hərflər, hansı sözlər ki, hərfi birləşmələr sənə çətinlik yaradır. Və bəzi sözlər var ki, məsələn, A ilə başlayır. Amma yazılışda A ilə başlamır. Məsələn, L var. La yazılmalı, yoxsa al yazılmalı, onu bilmirəm. Götürk sözlərində hansı hərflərlə başlamalıdır sözlər? O gün oxuyurdun, öz-özümə mən sayını öyrəndim. Say yazılmaz. 7 idi, 9 idi, ondan artıq hərf ilk olaraq gələ bilmirdi. B var idi. Onda kasat dilmiş də. Dilimizdə 32 hərf var. O, Onların bəlkə 31 ilə başlayan söz var bizdə. 7-si ilə başlayırsa, deməli sözlər bir yerdə bitəcək. Ya da ki, biraz uzun olmalıdır ki, o 7 hərf o bir hərflərindən çoxlu kombinasiyalar yaratsınlar. Heç fikirləşməmsən bax da. 1500 il bundan əvvəl ola bilərdi də, dil yeni inkişaf eləyirdi, yeni sözlər keçməmişdi. Götürklərdə başqa millətlərlə ünsiyyətdə deyirlər. Gördükləri Çinlilər idi, döyüşdükləri də onlar idi. Ticarət də onlarla eləyirdilər. Bəs Çinlilərin nə qədər sözü ola bilər? Onlar da ancaq karakterlərdə axı, söz deyil. onlar bir sözü. Köhlü söz deyirlər onlara. Bir dənə işarə bir söz göstərir. Onlar da asandır bəlkə də. Ağac demək istəyirsən, bir dənə çöp çəkirsən, 2 dənə də qanat qoyursan, oldu ağac. Ona görə quruluş var. Məsələn, meşə sözü ağac sözünün oxşuyur. Onda körpü sözü necə olur? Bilmirəm, Bir dənə xətt çəkib altına da çay işarəsi qoymalısın. çayla əlaqəli bir söz olur. İşarələr bir-birlərindən törəyirlər. Bir-iki işarəyə görə təxmin edə bilərsən ki, bu söz nə haqdadır. Fikirləşirsən ki, 1500 il bundan əvvəl dünyaya gələrdim, at belində dünyanı gəzərdim, yeni torpaqları vətən eləyərdim, vuruşardım, soyumu gələcəyə daşımaq üçün əlimdən gələn eləyərdim. Fikirləşirsən, ya da ki, bir dənə də sual verim, 1500 il bundan sonra yaşayardım. Ya, onu istəyirəm. Gələcək görsən ki, yaxşı deyil. Ancaq keçmişdə olmaq istəyərdim. Keçmişdə indi bəzi hissələr gözəldir. Gələcəyin tərifini deyə bilərsən. Gələcək. Demişdim. Gələcək keçmişi olmayan indidir. Biraz da filosofluq eləyirdi. Sokratdan, Platondan, sonra Descartdan nəyimiz əksikdir? Ən çox hansı filosoflara üstünlük verirsən ki, cəmiyyətə, dünya yetərin qədər bilgi verib? Bilgi verməyinə görə yox, mənim təsirləndiyimə görə verirəm. Sən təsirlənə bilərsən Nietzschedən. Albert Camus'dan ikisi yaxşı. Albert Camus'un fikirlərinə çəki düzən versən, yaxşı bir din yaranar. Dindən o qədər də aralı deyil onun fəlsəfəsi. Ancaq Aristotelin fikirlərinə biraz çəki düzən versən, elm yaranar. Onların yaşadığı dövrlər də bir-birindən çox fərqli olub. Aristotel Albert Camus'dan nə qədər öncə yaşayıb? 2000-ci. Albert Camus qədim deyil. Bu yaxında Nobel qazanıb. O qədər yaxında. 20-ci əsr. Mən elə bildim o qədim bir filosofdur. Bəlkə Falesiflə, Anaximandrla onu səhv salmışam. Evet. Nietzschedən sitatlar gətirə bilərsən. Nietzsche ən məşhur sözü odur ki, məni öldürməyən şey məni gücləndirir. Məni öldürməyən şey məni gücləndirir. Məsələn, zəhər mənasında işlədib, yoxsa cəmiyyətdə ona güc göstərən, bunu məğlub eləyə bilməyibsə, bu güclənib. Geniş bir mənası olur. Hələ bildiyi kimi dəyərləndirə bilər də o fikri. Və Sokrat ya Platon deyib ki, mən olmayan yerdə istəyir, məni döysünlər. Sokrat demişdi. Öyle işte.
Bir nəfər yaxın adamı gəlir Sokrata deyir ki, filan məclisdə bir nəfər sənin arxanca danışırdı. O da deyir ki, mən olmayan yerdə istəyir məni döysünlər. Umurumda deyil. 21-ci əsrin filosoflarından kimi tanıyırsan? Fikirləş dedin Ayxan Səfərov. Mənə də filosoflar cərgəsinə yaza bilərsən. Filosof quyruğu məsələn kimi görürsən? O üzü qar gəlir yoxsa günəşə baxanmış? Qar. Günəşdən gizlənən yarasalar da günəşdən qaçmır. Dimdik kimi aça bilsin. Gedək axırıncı tut ağacının yanına qədər. Ora qədər sənə fürsət verirəm. Mənə bir sual hazırla ya da ki izləyicilərimizə. Elə bir sual ki düşündürücü olsun, onun ətrafında günlərlə müzakirələr geçsin. Onda çox geniş bir sual. Mən ora qədər gedincə 1 dəqiqə vaxt sərf eləyəcəm. Çox geniş bir sual. Fikirləş, tələsmə. 4 hərf bir dənə də işarədən var. Fikirləş, tələsmə. M, I, Y, Ə, sual işarəsi. Niyə? Niyə? Zamanı dolmayıb da, fikirləş. Video Bitdi, yaxşı fikirləşdin. Buyur, sualı. sualım. Niyə? Əssalam. Əslində çox dərin bir sualdır. Boş sualdır, ancaq dərindir. Niyə deyirsən, özü məsuliyyətdən qurtarırsan, məsuliyyət düşür niyəni cavablandıran. Yaxşı, o niyənin bir dənə cavabını mən verim. Niyə mən 20-ci əsrin sonlarında doğuldum? Niyə mən Vahid Azərbaycanı görə bilmədim? Niyə mən Vahid Azərbaycanı görə bilməyəcəm? Mən də özümə fikirlər ünvanlayıram. Bu gecə səhərə qədər sənin niyələrinlə baş-başa qalıb çarpışacaq. İzləyicilərimiz də əgər Ayxanın bu sualını məntiqli sayırsa, hərə bu niyənin bir cavabını versin. Dediyim kimi çox boş sualdır. Boş olsa da sən tərəfindən eşitmək bizə xoş oldu. Sağ olun, hörmətli izləyicilər. Əgər bir ömrü yaşayırıqsa, bugündən sabaha o qədər xatirə qalmır. Ancaq beyində qalır. Deyirəm, kaş elə bir cihaz olardı ki, necə ki, ekran kaydı ala bilirsən. Gözümüzü yuman kimi, gözümüzün önündən keçən xatirələrin hamısını qeyd eləyə bir film kimi yazıq bir hard diskə. Ancaq təəssüf ki, elə bir cihazımız yoxdur. Biz də çalışmalıyıq ki, qısa ömrümüzü mənalı yaşayaq. Əlimizdə imkan varkən gündəlik video çəkilişlər eləyək. Gələcəyə fikirlərimizi ötürək. Bu fikirlər yanlış ya doğrudur. O qədər də əhəmiyyəti yoxdur. Sağ olun, növbəti videolarda görüşərik. Sağ ol. Xoşça qalın.